Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü mövzumuz YÖS, attestatla təhsil, YÖS-ə necə müraciət eləyək, imtahanı harda verək, qiyməti nədir, proseslər nədir? Biz necə Türkiyədə bakalavr təhsili alaq? Çünki magistratura təhsili ilə bağlı video var kanalda. Hələ doktoranturanı da çəkməmişəm, ondan da çəkəcəm. Bugünkü mövzumuz isə bakalavr təhsilidir. Ümumiyyətcə Türkiyədə bakalavr təhsili almaq üçün sizin YÖS nəticəniz olmalıdır. %100 YÖS olmalıdır, YÖS-süz olmaz deyə bir şey demirəm. Çünki bəzi universitetlər satla da qəbul eləyir, bəziləri attestatla da qəbul eləyir, amma əksəriyyəti YÖS-lə qəbul eləyir. Bunun da altını cızım sizin üçün. İlk öncə bunu demək istəyirəm ki, Türkiyədə attestatla təhsil adı gələndə qorxmağınıza ehtiyac yoxdur. Bu dünyanın bir çox yerində olan və normal bir prosesdir. Çünki attestat özü də bir təhsilin son pilləsidir. Yəni 11 illik təhsil bitir və siz bunun qarşılığında attestat alırsınız. Orada qiymət və fəqət göstəriciləriniz olur. Magistr həmçinin transkriptiniz olur, diplomunuz olur, doktora həmçinin. Yəni dünyanın bir çox yerində, əksər yerində, yəni bu pillələr arası keçiş üçün, yəni əlavə imtahan nəticəsinə ehtiyac yoxdur, yəni. Universitetlər deyir ki, sən əgər orta məktəbi yaxşı oxumusansa, niyə də bakalavra girməyəsən? Çünki zaten sənin attestatında göstəricilərin yaxşıdır, yəni. Buyur, gəl oxu və yaxud sən magistri yaxşı oxumusan, niyə də doktorantura üçün əlavə imtahan verəsən və s. Yəni, bu bir real bir şeydir. Bununla bağlı qorxub, yəni özünüzü şübhələr altına qoymağa ehtiyac yoxdur. Həqiqətən belə bir şey mövcuddur və Türkiyədə də universitetlər attestatla qəbul apara bilirlər. Yəni ki, bunu da özləri onsuz öz saytında yazırlar. Hər nəysə, ilk öncə YÖS-dən başlayaq. YÖS Türkiyənin mərkəzi imtahan mərkəzinin, ÖSYM-nin keçirdiyi bir imtahandır. Nəinki Türkiyədə, bir çox ölkədə də bu imtahanı keçirir. YÖS imtahanı ildə 2 dəfə təşkil olunur. Hal-hazırda ikinci YÖS imtahanı 11 oktyabr 2026 tarixində təşkil olunacaq və bu imtahanda iştirak eləməkdən ötürü başvuru müddəti 9 iyul artıq başlayıb və 3 avqusta qədərdir. 3 avqusta qədər siz artıq başvuru eləməlisiniz. Azərbaycan üçün qiymət 3700 TL. Yəni bizim pulla 133 manat təşkil eləyir. Pulu Azərbaycan kartı ilə də ödəyə bilirsiniz. Oradan sonra dəyişdirilib TL olaraq ÖSYM-yə ödənir. Yəni mütləq pulu ödəməyi yaddan çıxartmayın. Çünki bəzi imtahanı qeydiyyat edirlər, pulu gec ödəyirlər və imtahana buraxılmırlar. Bu çox önəmli məsələdir. Ümumiyyətcə, YÖS imtahanı necə bir imtahandır? YÖS imtahanı toplamda 80 sualdan ibarətdir. Riyaziyyat, məntiq və bu riyaziyyatın içərisində, yəni riyaziyyatı cəbir və həndəsə olaraq 2 hissəyə ayırmaq olar. 30 sual cəbirdir, 10 sual da həndəsədir, qalan 40 sual da məntiqdir. Yəni. Və toplam sizə 100 dəqiqə vaxt verilir ki, bu imtahandan keçəsiniz. İmtahan o qədər çətin deyil, biraz oxuyan o imtahandan lazımi balı ala bilər. Deməli, YÖS imtahanına başvurdunuz, müəyyən bir balı da topladınız. Yaxşı, bəs indi biz Türkiyəyə necə müraciət eləyək, neyniyək, heç bir şey bilmirik, yol xəritəmiz nə olmalıdır? Ümumiyyətcə, YÖS-dən belə əvvəl mən sizə deyim ki, yol xəritəmizdə 2 əsas sual var ki, onun cavabını mütləq bilməlisiniz. Siz hansı universitetdə oxumaq istəyirsiniz, siz hansı ixtisası almaq istəyirsiniz? Yəni, nəyə görə bu sualların cavabını bilməlisiniz ki, bu yola çıxmadan əvvəl? Çünki bu sualların konkret cavabı sizi o nəticəyə götürür. Türkiyədə hər universitet fərqli bir şəkildə qəbul aparır. Yəni, hamısı YÖS-lə qəbul edir deyə bir şey yoxdur. Hamısı Dövlət İmtahan Mərkəzinin nəticəsini qəbul edir, elə bir şey yoxdur. Hamısı SAT qəbul edir, elə bir şey yoxdur. Yəni, fərqlidir. Hər universitetin elanı fərqlidir. Ona görə siz birinci universiteti seçin, ixtisası seçin. Baxın, görün, o universitet, o ixtisasa hansı şərtlərlə tələbələri qəbul edir. Yəni, bunu biləndən sonra onsuz geri qalanı rahatdır. Məsəl üçün, girin, tutaq ki, Marmara Universitetində təhsil almaq istəyirsiniz. Yazın ki, Google-a bu cümləni yazsaz kifayətdir. Marmara Üniversitesi yabancı uyruqlu öğrenci başvurusu. Bunu yazırsınız, Enter-i tıklayırsınız və sizin qarşınıza çıxan ilk səhifə əksər hallarda Marmara YÖS çıxır və yaxud İstanbul YÖS, DEU YÖS və s. Yəni, hər universitetin özünün o YÖS mərkəzi kimi bir qurumu var və buradan xarici bakalavr tələbələrini qəbul edirlər. Bu, hansı dönəmdə olur? Yəni, bakalavr təhsili üçün Türkiyədə elanlar nə vaxt çıxır? Bakalavr təhsili üçün Türkiyədə elanlar
Təxmini olaraq may ayından başlayır. Bu aprelin axırı da ola bilir. Aprelin axırı maydan başlayır, avqustun ortasına qədər gedir. Artıq avqustun sonuna da olur. İndi o baxır universitetdən universitetə dəyişir. Amma obşi desə maydan başlayır, avqustun ortasına qədər universitetlər qəbullarını açır. Siz baxırsınız şərtlərə, sizə uyğun olana müraciət edirsiniz və inşallah ki də qazanarsınız yəni. Budur. Yəni bunu gözünüzdə böyütməyin, yəni biz bunu bacarmarıq, biz bunu eləmərik. Yəni süni intellekt belə çıxıb, yəni türkçə belə bilməsəz, onu tərcümə elətdirib oradan keçə bilərsiniz. Yox, əgər deyirsinizsə mənim pulum çoxdur və mən belə şeylərlə məşğul olmaq istəmirəm. Yəni danışmanlıq şirkətləri də var. Onlardan müraciət edə bilərsiniz. Onlar sizi necə deyərlər? Qəşəng hazırlayırlar, paket şəklində aparıb qoyurlar universitetə. Yəni bəzən danışmanlıq şirkətlərini də burada yüksək məbləğlərdən ötürü qınayıram mən, amma belə bir məsələ də var ki, yəni pulu verirsiniz və rahatsınız. Nə yurdla bağlı fikirləşirsiniz, nə sənəd yığmaqla, nə bir şeylə. Onlar yəni bütün şeyləri sizin yerinizə eləyir. Yox, əgər deyirsinizsə mənim maddi vəziyyətim yaxşı deyil və o qədər pulu da vermək istəmirəm. Yəni bu özünüzün də eləyə biləcəyiniz bir şeydir. Yəni danışmanlıq şirkəti sadəcə rahatçılıqdır. Deyirsiniz ki, mən istəmirəm. Danışmanlıq şirkətlərinin bir də bu tip bir avantajı var ki, bu şirkətlərin bir çox universitetlə, ən yaxşı universitetlər demirəm, orta və orta altı universitetlərlə əməkdaşlıqları olur və onlar burada tələbə mübadiləsi həyata keçirirlər. Yəni yığırlar Azərbaycanlardan tələbəni gətirirlər, onların da həm kontenjanı da olur, həm ciblərinə pul girir, həm tələbə də tələbə olmuş olur və s. Yəni biz siz necədir? Bu biraz danışmanlıq şirkətlərinin də son vaxtlarda türklərin bir söz var, cılkı çıxıb, yəni əskəridən müaf olmaq istəyənlər üçün cazibə mərkəzidir, ərə getmək istəyənlər üçün cazibə mərkəzidir, evdə ailədən sıxılıb, ürəyi sıxılıb, Türkiyəyə tətilə gəlmək istəyənlər üçün cazibə mərkəzidir. Yəni təhsil çox arxa planda qalıb, amma nəticədə qəbul aparırlarmı? Aparırlar, yəni. Hər danışmanlıq şirkəti güvənilirdirmi? Yox. Güvənilir deyil. Hər danışmanlıq şirkəti fırıldaqçıdırmı? Xeyr. Yəni yaxşı danışmanlıq şirkətləri də var, tələbənin arxasında duran da var. Necə deyim, sizi evinizdən götürüb universitetin qapısına qədər aparan danışmanlıq şirkətləri də var. Onların da haqqını yemək olmaz. Dediyim kimi, sadəcə məsələ puldur. Pulunuz varsa, başım rahat olsun, şeyim rahat olsun deyib danışmanlıq şirkətlərinə müraciət edə bilərsiniz. Yəni burada dil bəlgəsi tələb olunurmu? Bəli, tələb olunur. Çünki siz Türkiyədə təhsil alacaqsınız. Yəni bu kitabı oxuyanda başa düşməlisiniz. Bu müəllim danışanda başa düşməlisiniz. Yəni bu arada bunu da altını çizmək istəyirəm. Bu önəmli məsələlərdən biridir. Mən türkçəni bilirəm və mənim üçün çətin olmayacaq. Yox, sizin üçün çətin olacaq. Mənim üçün də çətin olmuşdu. Mən də türkçəni çox yaxşı bilirəm. Mən də seriallara baxmışam. Kurtlar Vadisinə, Yapraq Döşünə, bilməm nəyə baxmışam. Yəni oradan eşitdiyim qədərindən türkçəni mən də bilirəm. Amma akademik türkçə fərqlidir. Siz gəlirsiniz universitetə, fərqi yoxdur. Bakalavr, magistr, doktorantura heç bir fərqi yoxdur. Əgər Türkiyəyə ilk dəfə gəlirsinizsə, ilk 3-4 ay orada müəllimin nə danışdığını başa düşmürsünüz. Qulağınıza gəlir, amma bura çatmır yəni. Kitabı oxuyursunuz, problemsiz, amma beyninizə girmir. Çünki bu danışma dili ilə akademik dil fərqlidir. Dırnaq üçün edirəm, kitab dili fərqlidir yəni. Ona görə əziz insanlar, yəni türkçə yetərlilik bəlgəsinə sahib olmağınız sizin üçün avantajdır. Nəyə görə avantaj? Yəni boş-boşuna hazırlıq oxumayın. Boş-boşuna hazırlıq oxuyub o qədər pulu tökməyin ora. Bir ilinizi itirməyin yəni. Bu bəlgəni almaq çox çətin deyil. Kanalda bunun videosu da var. Mən kanalda çəkmişəm töməri asan yolla almağın yolları. Yəni girin, oradan tömər bəlgənizi alın, qoyun cibinizə rahat şəkildə birbaşa ixtisasa başlayın. Yoxsa bir il siz türkçəyə hazırlayacaqsınız. Yəni boş-boş vaxt itirəcəksiniz. Ömrünüzdən bir il bomboş gedəcək ki, hər ildə Türkiyədə qiymətlər qalxır yəni. Boş-boşuna bir ili yəni pul xərcləyəcəksiniz. Başqa da heç nə eləməyəcəksiniz yəni. Bu riskə göz almağa dəyməz. Girin bu tip mərkəzlərdə bir dənə imtahan verin. Amma bu məsələ önəmlidir ki, hər universitet hər töməri qəbul eləmir. Məsəl üçün, dünən mən baxdım, xüsusən Marmaraya baxdım. Yəni Marmaranın senatosunda bu yazı var idi ki, Marmara
Türkiyədəki digər tömər mərkəzlərini Yunus Emre'nin nəticəsini qəbul eləyir deyənə. Yəni ya bizdə də verə bilərsiniz imtahanı, Ankara Tömərdə də verə bilərsiniz, Yunus Emre'də də verə. Bunları qəbul edir. Amma indi bəziləri də var ki, eləmir. Elə universitetlər də var yəni Türkiyədə. Deyir ki, iminli mənim nəticəmi almalısan, yəni mənim mərkəzimdə verməlisən. Bu da təbii ki, pula görədir, yoxsa başqa heç nə yəni. Ona görə əziz insanlar, yəni bu türkçə məsələsi də önəmlidir. Ümumi sizə nə sənəd lazımdır? Heç nə. Türkçə bəlgəsi lazımdır, pasport lazımdır, YÖS imtahan nəticəsi lazımdır, sığortası lazımdır və s. bu tip şeylər lazımdır. Yəni standart şeylər lazımdır. Sizə bu dəqiqə Türkiyədə oxumaq üçün ən önəmli nə lazımdır? YÖS-ün imtahan nəticəsi lazımdır. Atestatdan da olar, amma atestatdan qəbul edən universitet sayısı o qədər çox deyil. Və yaxud o qədər yüksək keyfiyyətli universitetlər yoxdur ki, onlar atestatdan qəbul eləsinlər. Yəni orta və altı universitetlər tapa bilərsiniz falan 5-2. Amma mən yaxşı bir ixtisas, yaxşı bir şəhər, yaxşı bir universitet istəyirəmsə, ona görə YÖS imtahan nəticəmiz olmalıdır. Ümid edirəm sizə yararlı oldu video. Abunə olsanız sevinərəm, olmasanız da problem yoxdur. Hər hansı bir sualınız olsa buradan və yaxud Instagramdan, Instagram adresim, YouTube səhifəmdə var. Müraciət edib məlumat ala bilərsiniz. Suallarınızı da gözləyirəm. Təşəkkür edirəm. Görüşərik. Bir sonraki video doktorantura barədə olacaq.